Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb. Hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb. Qəza baş vermiş xəttdə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmalarının qarşısının alınması məqsədi ilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb. Kəmər içməli su ilə doldurulduqdan sonra Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-si axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək. Xüsusilə diqqətə çatdıraq ki, iri həcmli magistral su kəmərlərində təmir bərpa prosesində əsas vaxt aparan mərhələ magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələsidir. Hazırda Oğuz, Qəbələ, Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.